salamlar. Sualım var rubrikasındayıq və bugün biz 3 məktubu təhlil edəcəyik. Güvəniniz üçün təşəkkür edirəm və məktublarınızı göndərməyə davam edin. İlk məktub birazca uzundur, diqqətlə dinləyin və bəzi yerlərdən deyərək buraxacağım. Çünki mənə elə gəlir ki, xanıma təşəkkür edirəm. Çox səmimi məktubdur. Bəlkə də siz oxuyanda görəcəksiniz ki, indiyənək mənasına təhlil etdiyim məktublara bənzəməyən birisidir. Çox səmimidir, çox detallıdır. Ona görə bəzi məqamları mən buraxacağım. Çünki nə qədər daim olsa, məncə birazca tanımaq qorxusu var deyə ehtiyatı ələ alıb buraxacağım bəzi məqamları. Gəlin başlayaq. Salam Aygün xanım, mən 9 aydır evliyim. Evlənmədən öncə ilk tanış olduğumuz vaxtdan mənə qarşı çox istəkli olmağını hiss etmişəm. Yoldaşınız bilgidir. Hər dəfə görüşəndə də yaxınlıq etməyə cəhd edib. Evliliyimizin ilk aylarında cinsi münasibət həyatımız normal idi. Lakin get-gedə 4-5 aydan sonra daha gec münasibətdə oluruq. Onun keçmişdən panik atakları, indi də təşvik pozuntusu həyat keyfiyyətimizi aşağı salır və bunda rol oynadığını düşünürəm. Məsələ budur ki, bunları anlasam da özümü qadın kimi pis hiss edirəm, istənilmədiyimə görə. Düşünürəm ki, bəlkə bu təsəllidir özümə. Axı əvvəllər istəyirdi mənə, amma əvvəlcə də bunun problemləri var idi. Yoldaş haqqında biraz söhbət gedir. Əvvəllər mənə çox toksik şəkildə davranırdı və yola getmirdi qətiyyən. Lakin mən onun yaxşı cəhətlərinə odaqlanıb, məsələ çıxartmamağa, problemlərdən minimum danışmağa qərar vermişəm. Ona görə belə baxsaq, qaydasında görünür kənardan hər şey. Mənimlə yaxşı davranır, maddi olaraq istəklərim olur, bir-birimizə öyrəşmişik və çox mehribanıq. Amma yenə də divanda yatmağı çox sevir və mən gecə tək yatanda o incinmiş tərəfim bütün bunları bir anlıq silir və sonuncu dəfə bir həftə əvvəl isterika yaşamışam. Mən həmişə özümü istənilən qadın kimi təsəvvür edirdim. Sanki şokdayım bu reallıqdan. Yoldaşımın mənə əvvəlki evlilik... Buradan buraxacağım. Səbəb elə-belə. Reallıq indi budur ki, qəbul etməliyəm, amma necə edim? Yəni, yoldaşımın mənə istəkli olmamasını. Çox çətindir. Bir tərəfdən artıq bədənim istəksizləşib. Onunla olanda qətiyyən zövq almıram və istəyim olmur. Amma bunun ciddiyyətin fərqindəyəm. Bilmirəm nə edim. Sadəcə ana olub və həyatda əsas marağım olsun istəyirəm. Bu anlıq psixoloji durum ilə. Məktubu görüb oxuduğunuz üçün təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm səmimi məktub üçün. Baxın, məncə sizin burada ən əsas anlayacağınız məqam odur ki, özünüz də dediyiniz kimi, axı mən özümü həmişə istənilən qadın kimi təsəvvür etmişəm. Bilirsiniz, mən həmişə danışıram autoagresiya haqda, ideal obrazımız haqda. Nə zamana qədər ki, biz özümüzü o beynimizdəki ideal obrazla çox böyük dərəcədə asosiasiya edirik, tanımlayırıq. Bir növ bizim bu həyatdakı təmsilcimiz real biz deyil də, o obrazdır. O dərəcədə çox autoagresiya olacaq. Çünki mənim ideal obrazımın arasında və real mənin arasında çox böyük fərq var. Sizin bu isterikanız, hansı ki siz bir həftə öncə yaşamısınız, məhz bundan irəli gəlir. Harada ki bizdə ideal obrazdan biz özümüzə, real özümüzə daima təzyiq göstəririk ki, sən loxsan, gör nə gündəsən, sən qadın deyilsən, sən belə olmalı deyildin, sən istənilən qadınsan. Çünki biz özümüzün haqqında yaratdığımız bu təsərrüatda, bu obrazda, məsəl üçün biz mega istənilir ki, hər kəsdə fərqli olur. Sizinkindən görsənilir ki, o siz belə ehtiraslı, istənilən, onun üçün ürəyi gedən, gündə bəlkə də bir neçə dəfə ya da həftədə hər gün cinsi münasibətdə olan bir qadındınız və sizin obrazınızda bu güclü bir elementdir. İstənilən qadın, sevilən qadın, onun dərdi üçün ölünən bir qadın. Və siz real həyatda bunu yaşamadığınıza görə o obrazdakı reallığın arasındakı məsafə o qədər böyüdür ki, siz bir növ artıq özünüzə non-stop təzyiq göstərərək özünüzü psixoloji olaraq o hala gətirirsiniz. Haradakı artıq isterika halında sizdən çıxır. Bir növ o isterika sizin daxilinizdə baş verir. Haradakı o obrazdan siz özünüzə istəyirəm, vermirsən, mənə lazım olanı vermirsən, sənə görə məndə alınmır, mən axı başqa cürə təsəvvür edirdim.
Bunu siz fərqində olmadan edirsiniz əlbəttə ki. Mən şəxsi həyatımı, cinsi həyatımı başqa cür təsvir edirdim. Sənə görə alınmır, görürsən deyil, mənim istədiyimi mənə vermirsən deyə bir isterika yaranır. Necə ki, uşaq çırpır özünü yerə və deyir ki, istəyirəm, bəs salam mənə vacib deyil ki, sən mənə nə başa salırsan, sənin pulun var ya yoxdur, ya mən problem məndə deyil, yoldaşım məni istəmir falan. O səbəblər heç biri keçərli olmur. O auto-aqressiv halımızda, isterik halımızda bir növ çox zaman biz bunu edirik, sadəcə fərqində deyilik. Bundan heç bir o səbəblər geçərli olmur və sadəcə deyir ki, istəyirəm vəssalam. Və siz bu isterikanı əlbəttə ki, gedirsiniz, artıq daxilinizdə dözməyib, çıxarırsınız yoldaşınızın üstünə. İkinci səbəb, əsas bunu anlayın ki, bu sizin daxilinizdə olan təzyiqdir. Yox, mən demirəm ki, yoldaşınızın sizi istəməməyə ya bu yetərincə güclü səbəb deyil və ya problem yaratmaq üçün bir səbəb deyil. Amma bu proses bizim yoldaşınızı deyil də sizinlə işləyirik deyə məktub sizdən gəlib, yoldaşınızı bu proses narahat etməyə bilər. Sizdən danışıram. Bu isterikanın isə ikinci əsas səbəbi odur ki, məktubunuzdan görsənir ki, siz öz istəklərinizi, sizi narahat edən faktorları və şeyləri gizlədirsiniz, boğmağa məcbursunuz. Yəni deyirsiniz də, yaxşı cəhətlərinə odaqlanmağa çalışıram, yəni gözümü bağlayıram bəyənmədiyim şeylərə, problemlərdən minimum danışmağa qərar vermişəm, yəni məni narahat edən şeylər çoxdur, problemlər var, amma danışmıram, onu da bastırıram, onu da deyirəm ki, lazım deyil, getmə ora. Halbuki bu məni narahat edir. Ona görə də belə baxsaq, görünür ki, kənardan yaxşı hər şeydir. Və o da bir növ bacardığı sizə başqa lazım olan prioritetli şeylərlə, məsələn, deyirsiniz ki, maddi cəhətdən istədiyim olur, o prioritetlərinizi sizə verir deyən bir növ balansı tapırsınız. Amma obrazınızda bu element, bu güclü element bir qadın kimi özünüzü təsəvvür edəndə bu yerinə yetmir deyə sizin içinizdə daxili isterika başlayır. Və bu isterikanın o dediyim kimi ikinci səbəbi odur ki, siz yoldaşınıza qarşı biriktirdiyiniz sizin çox negativ hissləriniz var. Demək istədiyiniz və deyə bilmədiyiniz, çünki o problem çıxsa görsənir ki, münaqişə böyüyür, bəlkə siz artıq buna tab gətirə bilmirsiniz, onun canavarı daha güclü gəlir və siz ona görə örtbasdır verməyə sizə daha asan olur. Amma daxilimizdə bizim o isterikalar yarananda, harada ki biz deyirik, bunu da eləmir, bunu da eləmir, onu da eləmir, bunu da eləmir, qadın kimi də mənə belə davranır, biz sanki yetərincə çox səbəblər tapırıq beynimizdə. Hansı ki bizə icazə verir o canavarı vəhşicəsinə ortaya çıxartmağa və başqa vaxt özümüzə icazə verə bilmədiyimiz tərzdə ümumiyyətlə aqressiya hansını ki göstərə bilmirik, boğuruq, məcburuq, çünki bir qarşı tərəf bizi yeyər. Burada bir növ buna icazə veririk. O vəhşilik, o bütün birikdiyimiz deyərək çıxır və biz buna səbəbimiz var deyə hiss edirik və icazə veririk özümüzə bunun çölə çıxmasına. Özümüzü günahkar hiss etmirik, çünki beynimizdə bütün səbəblərə sadalamışıq. Bir növ psixika belə deyək, istifadə edir o situasiyadan, harada ki mən bunu edə bilərəm. Yəni özümə icazə verərəm, birikdirdiyimiz bütün zəhəri yoldaşımın üstünə qusum, çünki səbəblərim əslində sadəcə bu cinsəl məsələ deyil. Bir qadın olaraq hiss etdiyim deyil, insan olaraq bu evlilikdə hiss etdiklərimdir. Üçüncü məqam isə burada odur ki, siz daha çox onun istəyindən danışırsınız. Fikir versəniz məktubunuzdan ki, burada söhbət elə ki, sizdən getmir. Siz əslində ideal obrazınızdan deyil də bir qadın olaraq necə bir intim həyat istəyirsiniz, nə dərəcədə və kim sizi qane, nə tipdə insan sizi qane edər, ümumiyyətlə münasibətiniz sizi qane edirmi? Burada daha çox o məni istəyirdi, indi o məni istəmir. Söhbət fikir verin yoldaşınızdan gedir, nəinki sizin istəklərinizdən. Sanki siz hələ öz real özünüzdən gələrək öz istəklərinizə və ehtiyaclarınıza baxmağa heç baxmamısınız da. Sadəcə sizə burada lazımdır bu ideal obrazın səsini susturmaq ki, rahatlayasınız, əl çəksin o sizdən. Çünki o baskıya artıq tab gətirə bilmirsiniz. Hər dəfə yoldaşınız divanda yatanda və ya sizi istədiyiniz, gözlədiyiniz ilgini göstərməyəndə, o qadın kimi hiss elətdirməyəndə o daxili isterika başlayır, yığılır və bir növ belə çıxır. Ya da çıxmasa, gərək siz içərdən özünüzü məhv edəsiniz. Ona görə arada məcbursunuz çıxartmağa. Yəni burada
Məsələ çoxdur, bəlkə terapiyaya ehtiyac var. Əgər özünüz başa edə bilmirsinizsə, görürsünüz, deyirsiniz ki, istəyirəm bir səbəb tapım, yəni bir ana olum, heç olmasa bir marağım olsun bu evlilikdə. Çünki başa düşürsünüz ki, sizin maraqlarınız, ehtiyaclarınız bir növ çox da görülmür burada, nəzərə alınmır. Onları siz ortaya gətirməyə başlasaz, problemlər yaradacaq. Siz isə problemlərin danışmamaq, yəni kənar durmaqdan tərəfdarsınız və anlayıram səbəbləri, niyə anlayıram. Ona görə deyirsiniz, heç olmasa indi ana olsam, başım qatışar və bu evlilikdə bir növ qalmağa səbəbim olar. Yəni bu ideal obrazla real mənim arasındakı savaşa baxmaq lazımdır. İdeal obrazınızı daha yaxından anlayıb, sizin üçün daha önəmli olan nədir seçimlər arasındadır burada söhbət. Real məni nəzərə almanız, real özünüz istəklərinizi tanısanız da, bilmirəm nə dərəcədə tanısanız da nəzərə almamağınızdır. Yəni mən terapiya məsləhət görərdim. İkinci məktub. Aygün xanım salam. Bir müddətdir özümdə müşahidələr aparıram. Əvvəllər məni yaşlanmaq mövzusu düşündürmürdü. Son vaxtlar isə oyanmağa başladıqca qocalmaq haqqında düşünən olmuşam. Küçədə, bayırda qoca görəndə içimdə istəmədiyim duyğular yaranır. Kaş burada daha çox belə deyərdiniz duyğularınız haqqında. Bir cümlə ilə izah etmişsiniz ki, mən də qocalıb belə olacam kimi məyuslanıram. Bu mövzu qədər məni hazırda heç nə narahat etmir. Özümə baxıb deyirəm ki, indiyənə kimi hardaydın? Oxuduğunuz üçün əvvəldən təşəkkürlər. Baxın, biz, xanım da bu cümləsi də indiyənə kimi hardaydın? Biz özümüzü real özümüzlə tanımlamaya başlamayana qədər biz bəlli bir obrazla, ideal obrazla tanımlayırıq. Özümüz haqqında yaratdığımız bir obraz var. Bu barədə möhtəşəm webinarım var. Əgər daha çox anlamaq istəyirsinizsə məsləhətdir. O obrazla tanımlayırıq. Olduğum kimi deyil də olmaq istədiyim obrazla. Və o obrazla yaşayanda orada biz reallıqdan qopuq oluruq. Yəni bizim üçün bir növ zaman anlayışı olmur orada. Reallıqda bizi limitləyən anlayışlar olmur. Gəlin etiraf edək, hamımız bəlkə bu fazadan keçmişik və halda oldayıq, harda ki biz baxmışıq başqalarına və düşünmüşük, o yox, mənimlə belə ola bilməz. Sanki ölümlər, qocalmaq, problemlər, boşanmalar, aldatmalar başqa insanlarla baş verir, amma mənimlə deyil. Bizim hamımızda bir növ bu mən seçilmişəm, mən fərqliyəm kimi aspektimiz var. Ona görə bəzən olur ki, məsələn, yəni doğulan insan var olduğun gündən ölümlər mövcuddur. Amma ölüm bizim həyata gəlməyənə qədər, bu barədə mənim Instagramda da yazım var, bizim elə bir ki, direkt olaraq bizdə toxunmayana qədər, biz elə bir ki, ölüm yoxdur kimi düşünürük, amma o bizim yaxınımız rəhmətə gedəndə biz elə bir ki, şok oluruq, ölüm var imiş. Yenə sual yanan gün, yenə kimi mən görürsən, hardaydım? Reallıqda yaşayırdımsa, onda mən xəbərdaram ölümdən ki, bu mənimlə də ola bilər. Görürsünüz, cümlə də qurulur ki, mən də qocalıb belə olacağım. Sanki mən qocalmayacağım, sanki mən limitsizəm, mən adi bir insan deyiləm. Amma insan reallığa qaydanda, heç olmasa biraz, arada bir, onda fərqində olur ki, həyat da özü də sonludur. Yəni bizim bu həyatda bəlli bir limitimiz var və biz hər kəs kimiyik, adiyik, milyardlardan biriyik və başa düşürük ki, həyat bitəcək. Bizim üçün həyatda qəbul edə biləcəyimiz ən çətin şey odur ki, bu həyat bitəcək. Biz bunu anlamaqdan maksimum qaçırıq. Ona görə də biz deyirik, özümü necə qəbul edim? Özümüzü qəbul etmək o günə qədər mümkünsüzdür. Nə zamana qədər ki, biz özümüz haqda realistik anlayışımız yoxdur. Realistik anlayışımız üçün direkt olaraq bağlıdır o anlayışa ki, mən ölümlüyəm, mən bir gün öləcəm. Bunu anlamaq dəhşət ağırdır. Mənim üçün də bir müddət sanki bu anlayış yox idi, amma artıq bunu anlayandan sonra mənim dərin belə hüzün və kədərin bir növ yarandı içimdə. Yox, bu məni depressiv etmədi, pessimist də etmədi, amma realist etdi.
Və mən bunu çox sevirəm. Çünki o anlayış bir növ bir yerdə orada duraraq mənə çox kömək eləyir, xatırladaraq ki, hey, həyat limitlidir. Hələ onu da bilmək olmur ki, yəni qocalacaq ya yox. Çünki qocalmaq, yaşlanmaq bu privilegiyadır. Hər kəs bu privilegiyanı yaşaya bilmir. Hər kəs təəssüf ki, qocala bilmir, bilirsiniz. Ümid edirəm, hamı bilir ki, gənc insanlar da rəhmətə gedir. Yəni biz reallıqda yaşayanda, reallığa köklənəndə bizim zaman anlayışımız yaranır və biz bir növ özümüzə zaman tanıya bilirik qocalmaq üçün. Biz başa düşürük ki, zaman getdikcə mən 15 yaşımda birəm, 25, 35, 40, 50 və biz psixoloji olaraq bir növ zamanla ayaqlaşmağa başlayırıq. Başa düşürük ki, mən 50 yaşımda 25 yaşımdakı kimi görsənlə bilmərəm və bizə məsələn özümüzü daha gənc insanlarla müqayisə etmək də biraz absurd gəlməyə başlayır. Əgər məsələn öncələr mən baxardım 30 yaşlı qızlara, 25 yaşlı qızlara, onların dərisini çəksinə deyirdim, oy mən necə beləyəm. Amma indi sonra başladım öz 30 yaşlı şəklimə baxanda və mən görürəm ki, əslində 30 yaşında mənim dərim indiki mən bir növ həsəd apardığım insanın dərisindən də çox daha gözəl idi. Biz sadəcə bunu unuduruq. Amma reallıqda yaşamağa bir növ daha çox yaşamağa başlayarkən, həmişə reallıqda yaşamıram, o həyatla ayaqlaşmağa başladım və mən yadımda da bir gün bir xanımla görüşmüşdü. Deyir ki, mən bu sualı hamıya verirəm, sənə də verəcəm. Direkt cavab ver. Dedi ki, onda da mən 40 yaşım var idim. 41'ə doğru gedirdim, hamilə idim. Soruşdu ki, sən özünü neçə yaşda hiss edirsən? Mən düşünmədən dedim 40. Və bu cavab məni çox sevindirdi. Çünki mən anladım ki, mən reallıqdayam. Mən artıq, mən 40 yaşım varam, mən özümü 25 yaşda hiss edirəm kimi bir cavabım gəlmədi. Çünki mən özümü öz yaşımdakı kimi hiss edirəm və hiss etmək istəyirəm. Çünki bu mənə kömək edir bir növ indiyə köklənməyə və unutmamaq ki, hey, mənim 25 yaşım yox, mənim həyatım hələ qabaqda deyil. Mənim 40 yaşım var və mən həyatda bir şeylər etmək istəyirəmsə, məsələn, ana olmaq istəyirəmsə, karyera qurmaq istəyirəmsə, oxumaq istəyirəmsə, mənim artıq bir şeylər etməm lazımdır. Hər şey qabaqdadır illüziyasına buraxmaq lazımdır. Çünki o illüziya çox insanı yerində saydırır. Bu qədər. Yəni, indiyənə kimi haradaydın? Reallığa xoş gəldiniz. Son 3-cü məktub. Salam Aygün xanım. Mənim demək olar ki, 8 ildir qurduğum karyera həyatım var. Və bu yolda çox çabalamışdım. Həm yaşlarımdan irəli idim. Demək olar, özümə görə yaxşı pul qazanmışam və hamı məni elə belə tanıyıb. İşi olan, pulu olan, necə deyərlər, kişi kimi qadın. Özüm də bundan zaman-zaman sövq almışam. Yəni, kişi kimi qadın olub, pul qazanan qadın olmaqdan. Şəxsi həyatımdakı boşluğu belə doldurmuşam. Sanki vecimə olmayıb. Amma indi İşlədiyim şirkət iflasa gəlib çatıb, pulum da azalıb, şəxsi həyatımdakı boşluğu da görürəm. Elə bil özümə olan hörmətim də azalıb. Yəni, iş axtarıram, amma hələ ki müsbət bir geri dönüş almamışam. Bilirəm ki, özümlə bağlı yaratdığım ideal iş həyatım çöküb, reallıqla üz-üzə qalmışam və çox ağırdır mənim üçün bu proses. Bir tərəfdən də o qədər yorulmuşdum ki, elə dağılmağını da istəyirdim. Amma indi plansız, sanki boşluqdayam, həyat hara aparacaq? Durub, bəzən məqsəd qoyub, plan qurub, irəliləməyə güc tapacağımı bilmirəm. İndi artıq uşaq kimi hər şey öz-özünə həll olunsun, mən çabalamayın istəyirəm. Deyəcəklərim bu qədər, konkret bir sualım yoxdur, sadəcə situasiyamı paylaşmaq istədim. Sizin də özünüzün də qeyd etdiyiniz kimi, məncə sizi ən çox hal-hazırda həyatda narahat edən və ümumən sizi həyatda narahat edən, yaşınız nədir bilmirəm, biraz çətindir anlamaq. Yəqin ki 30 yaşlarınızdasınız, əgər ən azı 8 ildir işləyirsinizsə, yəqin də 35-40 yaş arasındasınız. Ya da 32-40, bilmirəm, arasındasınız. Sizi çox narahat edən sizin şəxsi həyatınızdır və bu çox normaldır. Ailə qurmaq istəyinizdir. Amma görsənir ki, bilmirəm də hər şəxsi həyatınızda əlbəttə ki, münasibətlərdə nə baş verir, amma görsənir ki, sizin
qaçdığınız bir məsələdir və bununla mütləq terapiyaya getməyə dəyər. Çünki belə şeylər öz-özünə həll olunmur. İnsan münasibətdəykən və münasibətdə olmayanda, yalnız olanda bir növ iki çox fərqli insandır. Və sizin burada bir növ istəmirəm artıq nəsə edim, öz-özünə hallanırsa, mən çabalamam istəyi də bir növ burada həyata prosesiniz var. Görsənir ki, bəlkə də fərqində olmadan bir yerlərdə istəyirsiniz ki, artıq münasibətiniz olsun, bəlkə həyat yoldaşınız olsun, harada ki, o sizin qayğınıza qalır. Artıq siz kişi kimi olmursunuz, sizin həyatınızda kişi var, hansı ki, sizin qayğınıza qalır və siz məcbur deyirsiniz işləməyə. Burada da qeyd etmişsiniz ki, artıq özümə hörmətim də azalıb. Çünki sizin üçün sanki, yəni iddia etmirəm, mənə elə gəlir. Bəlkə siz sonra mənə görə dönüş edərsiniz bu barədə. Sizin üçün əslində həyatda önəmli olan evlilik həyatıdır, ailə həyatıdır. Əsl istədiyiniz budur. Ora gedə bilmirsiniz, orada nəyisə oldura bilmirsiniz. Problemlidir sizin üçün. Öz səbəbləriniz var buna. Bəlkə də o səbəblərdən biri sizin münasibətə daxil olarkən uşaqlaşmanızdır. Harada ki, siz bir növ insan kimi də özünüzü itirirsiniz, bir qadın kimi ya uşağa çevrilirsiniz və bu sizdə çətinlik yaradır münasibətə daxil olmaya başlayanda. Çünki uşaq yetişkin münasibətdə çox fərqli davranır, nəinki yetişkin münasibətdə. Amma sizin özünüzə olan hörmət də bir növ ailə həyatını, yaxşı ailə həyatını qura bilməklə bağlıdır, nəinki karyerist bir qadın olmaq. Bu karyera, bacarığınız, yaratdığınız, o pul qazanmağınız sanki yaslandığınız bir sütundur, hansına ki siz tutunursunuz, heç olmasa bu var məndə, heç olmasa bu var məndə. Mən özümü biraz özgüvənli, həyatda nəyəsə nail olmuş kimi hiss edirəm. Amma nail olmaq istədiyiniz o deyil. Nail olmaq istədiyiniz şəxsi həyatını qura bilmənizdir. Ona görə sizdə burada problem varsa, həqiqətən təkrar edirəm özümü biraz, amma terapiyaya getməyə dəyər. Bu işinizin ortadan qalxması sizin əsas probleminizi ortaya çıxardıb. O da şəxsi həyatınızın olan problemlərinizdir. Bizim hamımızda, bilirsiniz, uşaq tərəfimizdən görürsünüz, deyirsiniz, uşaq tərəfim aktivləşib. Sizdə o tərəfiniz güclüdür. Və bizim hamımızda o tərəf var. Biz hamımız istəyərik bir növ. Biz heç vaxt heç nə etməyə necə, məsələn, özəlliklə uşaqlıqda bu olmayıbsa ya da olubsa, fərqi yoxdur. Biz istəyirik ki, kimsə bizim qayğımıza qalsın, biz rahat yaşayaq. Kimsə dediyimizdə həyat yoldaşımızdır. Ki biz özümüzə təzyiq göstərmədən, məcbur etmədən istədiyimiz kimi rahat yaşayaq. Səhv pul qazanmaq istəyir, bir gün işləməyək. Bilək ki, kimsə bizi sevir. Biz özümüzün dəyərini işləyib, karyera qurubmaqda görmürük. Daha çox kimsə mənim qayğıma qalır, kimsə bunu mənim üçün edir. Bəlli bir psixika daha çox infantil olanda biz daha çox elə bir ki bunda dəyər görürük. Nəinki sizin kimi möhtəşəm belə karyera qurmaq, işləmək, öz ayağımızda durmaq. Bu elə bir ki sanki bir məcburi bir fazadır. Bir dönəmdir, hansı ki mən özümü məcburam bunu etmək, çünki bu yoxdur. Amma əsas istədiyim budur. Həyat yoldaşım olsun, mənim qayğıma qalsın, mən heç nə eləməyim. Ona görə deyirsiniz, bir növ o qədər yorulmuşdum ki, bir müddətə qədər özünüzü itələmişsiniz, məcbur etmirsiniz, heç olmasa bu yoxdur, bunu elə. Amma indi artıq onu da etmək istəmirsiniz. Bu tərəfiniz aktivləşib bir etmə, lazım deyir, kimsə bizim qayğımıza artıq qalsın. Heç nə eləmək istəmirəm. Ona görə də sevinmişsiniz bir növ bu işin dağılmağına. Çünki özünüzü oradan çıxarda bilmirdiniz. Onda lap elbə ki özünüz səbəbkar oldunuz tam boşluqda qalmağın. Belə isə həyat elbə ki sizin yerinizə həll elədi. İndi də belə oturub bir növ deyirsiniz ki, indi yenə gedəcəm, işləyəcəm, amma yenə mən özüm üçün eləyəcəm, yenə mənim üçün heç kim heç nə etməyəcək. Bax, bu bir növ zaproslarla terapiyaya getməyə dəyər. Bu qədər. Bugünkü məktublarımız bitdi. Çox sevə-sevə, sevdiyim rubrikada sevə-sevə oxuyuram, otururam, düşünürəm. Mənim üçün də həyatda fərqli perspektivləri, fərqli həyat situasiyaları görməyə vadar olursunuz, kömək olursunuz. Seanslarımdan başqa bu məktublarda mənə çox şey görməyə, anlamağa kömək edir. Ona görə güvəniniz üçün təşəkkürlər. Gələn həftə görüşək.